Salamlar dostlar, mən Hüseyin. Bu ilə sizlərlə birlikdə Çempionlar Liqasının 8-ci turunda olan Galatasaray Manchester City maçını simulyasiya edəcəyik. Uşaqlar, belə videoların davamı üçün like atıb kanalıma da abunə olmağı unutmayın. Bir də uşaqlar, bu oyunun hesab təxminini şərhlərdə bildirməyi unutmayın. Uşaqlar, ayın 28-dən 29-a keçən gecə 0-0-da Manchester City'də, İngiltərədə Galatasaray deplasmana gedəcək və orada Manchester City Galatasaray maçı olacaq. Bu Çempionlar Liqasının 8-ci turunun maçıdır. Uşaqlar, biz də bu günləri PES 26-da bu maçın simulyasiyasını edəcəyik. O zaman gəlin keçək maçda. Gördüyünüz kimi Çempionlar Liqasını oynayacağıq. Uşaqlar, burada mən Galatasaray'ı yönədəcəm. Yəni Galatasaray'la özüm oynayacağım. Axırıncı videom olan Qarabağ Liverpool maçına da baxmaq istəyirsinizsə kanalıma daxil olub onu Qarabağ Liverpool maçının simulyasiyasına baxa bilərsiniz. Bu günləri isə Galatasaray Manchester City maçını simulyasiya edəcəyik. Bəli, maçı keçmədən öncə bir dənə ayarlara baxaq gördüyünüz kimi. Top türü, bəli, bu top olsun. Amatör yox, aşırı zor oynayacağam. Aşırı zor, yəni çox çətin bir yerdir. Gördüyünüz kimi axırıncı Qarabağ Liverpool oyununda da istədiyimiz nəticəni ala bilməmişdik. Lakin istəyirəm ki, bu oyun istədiyimiz nəticəni ala bilək. Uzatmalar və penaltilər qapalı. 6 oyuncu dəyişikliyi olsun. Belə 5 dəqiqə yox, 10 dəqiqə. Koşul deplasman. O heç, koşul iç saha o da heç. Gələn stadiomu düzəldə. Estado Metropolitano yox. Fenerbahçe stadionu da yox. Ehtiyat stadyum. Çünki biz deplasmana gedəcək Galatasaray. Ona görə ehtiyat stadyumu seçirik. Bütün ayarları elədik və buna görə də artıq maçımızı keçə bilərik. Sadəcə bir dənə kadromuzu düzəldəcəyik. Gördüyünüz kimi kadromuz belədir. 4-3-3 defansif oynayır Galatasaray. Mən burada Yunus Akgün'ü sola atım. Ya da yox, Barış solda qalsın. Yunus Akgün yerinə ofansif orta sahaya kim var qoymağa? Heç kim yoxdur. Onda bir dəqiqə. Niyə? Torreira'nı oynada. İlkay defansif orta saha oynaya bilirmi? Daha doğrusu ofansif orta saha oynaya bilirmi İlkay? Oynaya bilmir. O zaman dizilişi dəyişək. Mən dizilişimizi dəyişib bu dizilişindən bir dəqiqə. Pozisyonu düzənlə. Bu mövqeyi yarım müdafiə edəcəm. Hətta Lemina'nı da çəkək qabağa. Lemina'nın olduğu mövqeyə defansif orta saha. Ayda mən səhv elədim. Burada Yunus Akgün olmasa ofansif orta sahadan çəkim. Mərkəzi orta saha elimdə 4-3-3 mərkəzi orta sahalı oynadıq. 2 defansif orta saha, bir dənə də mərkəzi orta sahanı da ofansif orta saha ilə oynamayaq. Bir dəqiqə, qal olduğun yerdə. Sadəcə bireysəldən Yunus Akgün'ün mövqeyini çevirək ofansif orta sahadan yarım müdafiəyə. Defansif orta sahadan İlkay'ı götürüb mərkəzi orta sahaya. Yunus Akgün yerinə Lucas Torreira və yanında Lemina, bəli, Mario Lemina. Solda İsmail Jakobs, sağda həqiqi həyatda Singo oynamayacaq. Çünki sağ bek özəlliyini itirib. Amma yenə də mən oyunda sağ bekdə onu oynatmağı düşünürəm. Çünki bu oyundur, simulyasiya olacaq. Santrforda Osimhen, Zameni təbii ki də Mauro Icardi olacaq. Bir dəqiqə Icardi'ni salaq Zamenlərə. Başqa Gabriel Sara da var əslində burada. Ahmet Kutucu, Berkan Kutulu falan onlar. Berkan Kutulu salaq. Şallah yerinə salaq Berkan Kutulunu. Niyə? Çünki defansif orta sahadır. Defansif orta sahada onu istifadə edə bilərik. Zamendən daxil edib. Belə, bu da bizim əsas 11-liyimiz və zamenlərimiz. İnşallah ki, istədiyimiz nəticəni alarıq. Axırıncı simulyasiyamızda Qarabağ Liverpool simulyasiyasında istədiyimiz nəticəni ala bilməmişdik. Lakin inşallah ki, bu gün istədiyimiz nəticəni alıb Manchester City-ni məğlub etməyə bacarırıq. Bu səfər gəlin bir dənə rəqibin də komandasına baxaq. Rəqibdə Donnarumma, stoperlərdə Yaşqa Gvardiol və Ruben Dias, sağ bekdə Ake, sol bekdə Rico Lewis. Bunlar mən eləmirəm, avtomatik robot qrup.
olur. Yarım müdafiədə Kovacic, Reinders, Bernardo Silva, sağ qanatda Ryan Cherki, sol qanatda Phil Foden və santraforda da Erling Braut Haaland. Kapitanımız bizim Davinson Sanchez'dir. Onların kapitanı da Phil Foden'dir və bu ilin keçdiyi maça UEFA'nı heç izləməsəydi olar, oranı izləməsəydi olar. Çünki vaxtımız biraz azdır. Uşaqlar, dediyim kimi belə videoların davamı üçün like atıb kanalıma da abunə olmağı unutmasanız çox əla olar. Ehtiyat stadyumda 64% yağışlıq var. 3 dərəcə isə qarlıqdır, qarlı havadır. Və maç Osimhen'in başlanğıc vuruşu ilə başladı. İnşallah ki Galatasarayla istədiyimiz xalı almağı bacararıq. İndi Erling Braut Haaland'da top. Bu gün çox çətin olacaq bu maç. Çünki qarşımızda həm Manchester City'də həm də aşırı zorlu bir Manchester City'dir. Sol tərəfə doğru itirməyə Davinson Sanchez endirdi. Uğurcan Çakır möhtəşəm şəkildə çıxdı və topu götürdü. Uğurcan sağ tərəfdə Wilfred Singo, ondan təkdə toxunuş. Leroy Sané əvvəlki takımına qarşı möhtəşəm oynayır hal-hazırda. Leroy Sané keçənmədi Rico Levis'i. Bu arada uşaqlar, Leroy Sané əvvəl Manchester City'də oynayıb. Və ən yaxşı sezonları da elə Manchester City sezonları olub. İndi Wilfred Singo ötürmə, Uğurcan Çakır, ondan təzdən Wilfred Singo uzun ötürmə, Leroy Sané keçənmədi Rico Levis'i. Bir dəqiqə uşaqlar, mən bir dənə ayarlardan bir şey düzəldirəm. Bəli dostlar, düzəltdim ayarımı və gəldim. Hal-hazırda top Manchester City'dədir. Hal-hazırda top Rico Levis'dədir. Rico Levis. Ayarı gəlib düzəldən kimi onu vurdu Rico Levis. Çox pis oldu bu. İndi Osimhen pası İlkay. Ondan ötürmə keçmədi. Sıxında, biraz sıxında nəyə gözləyirsiniz? 1-0'da 10-cu dəqiqədə hal-hazırda oyunda Wilfred Singo pası keçmir. İcazə vermirlər pası verməyə. Hal-hazırda Singo yaxşı oynayır komandamızda. İsmail Jakobs pası Uğurcan. Ondan da pas. Mario Lemina. Haydi kontrataka çıxaq. Barış Alper Yılmaz ilə. Yılmaz keçənmədi rəqibini. Barış Alper. İndi möhtəşəm gəldi City'lilər qarşına. Uğurcan Çakır. Uğurcan Çakır'ın pası. Davinson Sanchez itirdi topu Haaland'a qarşı. Zərbə! Abdülkerim bardakçı blok qoydu. Əhsən Abdülkerim. İndi topu Reinders başlanacaq. Bu arada İlkay Gündoğan da City'də oynayıb və hal-hazırda City'dən gəlib bura. Bitti atak bitti. City kəllə ilə topu Kornelə vurdu. Alta vurdu, daha doğrusu Kornelə yox. Uğurcan Çakır. Pası Davinson Sanchez. Ondan ötürmə keçmir. Ötürmə. Gəlir Manchester City Haaland ilə. Uğurcan tutdu bu topu. Əhsən Uğurcan Çakır. Uğurcanın pası. İsmail Jakobs'un ağarsan. Reinders out'u başladı. Reinders top hal-hazırda. Bir dəqiqə Reinders başlamamışdı. O out ama neysə. Yenidən City'dədir top. Daha doğrusu bizdədir. Jakobs ötürmə. Torreira ondan pas. Uğurcan. Davinson Sanchez. Ötürmə. Lucas Torreira. Victor Osimhen'e doğru ötürmə. Haydi Osimhen. Ruben Dias. Osimhen'de qaldı top ama. Osimhen'in pası. İlkay. Əvvəlki komandasına qarşı heç bir şey də bilmədi İlkay. İndi sol tərəfdən gəldi Manchester City. Phil Foden ilə Lucas Torreira Girona. Haydi Lucas Torreira. İçərlədi Phil Foden. Davinson Sanchez. Əhsən. Mario Lemina. Uzun ötürmə Osimhen'e doğru. Osimhen ayılmamış topu götürdü Reinders. Leroy Sané sıxdı, almağa çalışır. Osimhen də topu götürdü. Pası Barış Alper. Yılmaz ilerləyə bilmədi. İndi Manchester City gəlir. Sol tərəfə çevirdilər oyunu. Bernardo Silva'dadır top.
Mario Lemina. Əhsən. Lakin top yenə də City'də qalır. Lemina'nı dartdı Bernardo Silva. Pası İlkay. Yenə qaldı Silva'da. Silva bayra. Bernardo Silva bayra vurdu. Yaxşı Bernardo Silva bayra vurdu. Yaxşı ki. İndi Uğurcan. Pas Abdülkerim. Ondan da pas İsmail Jakobs. Barış. Barış niye yumruya bastın? Sanki Barış'da yumruya bastın. Təntidim orada. Barış sıx Akeni. 30 yaşlı Akeni sıx Barış. İndi top Reinders'dədir. O Milan'dan gəlmişdi City'yə. Ake. Haydi sıx Barış. İsmail Jakobs topu götürməyi bacarmadı burada. Kovacevic'dədir top. Sıxır onu Mario Lemina. Lakin bu pressingdən çıxmaq bacardı City. İçəri pas. Bayra vurdu Phil Foden. Yaxşı bayra vurdu. İndi Uğurcan Çakır'ın vuruşu ilə maç devam edir. Abdülkerim bardakçı döndü Uğurcan Çakır'a. Uğurcan sağa doğru ötürmə. Wilfred Singo topu kontrol edə bilmədi. Singo topu götürməyi bacardı rəqibindən. Lakin alta apardı topu. Alta aparmadı. Bırak topu apar çək. Çək arxaba. Wilfred Singo Foden'e icazə vermək niyyətində değildi. Lakin topu itirdi orada. Singo. Top City'də Phil Foden. Qarşısına Wilfred Singo. Wilfred Singo keçdi Phil Foden. Phil Foden çərlədi. Top o tərəfə getdi. Yaxşı ki biraz çox sol tərəfə, sağ tərəfə getdi daha doğrusu. İndi içəri pas Abdülkerim. Çıx Uğurcan. Uğurcan çıxdı topu götürdü. Uğurcan Çakır pas İsmail Jakobs. Ondan ara pası Mario Lemina. Daha doğrusu Lucas Torreira doğru. Lakin Lucas Torreira götürə bilmədi topu. Topu sıxdı İsmail Jakobs aldı. Əhsən İsmail Jakobs. Lakin pas bərbad gəldi. Pas çox bərbad idi. Bir dəqiqə uşaqlar, bir dəqiqə. Bir daha burada ayarı düzəldəcəm. Bəli dostlar, düzəltdim ayarı. İndi davam edə bilərik. İndi Real Çərkidədir top, kəllə. Uğurcan əhsən. Tez ver pas ver. Davidson Sanchez. Davidson, ağaçsız ay qardaş. Uzaqlardan zərbə bayra. Yaxşı ki Foden bayra vurdu. Əla. Uğurcan. Pası Davidson Sanchez değil bu. Abdülkerim bardakçıdır. İndi İlkay Gündoğan. Solda qaçan bir Barış Alper var. Barış Alper topu götürdü. Barış Nikolevic'i keçə bilmir. Daha doğrusu Akini keçə bilmir Barış. İndi Reinders sıxır İlkay onu. Sıxırıq sıxana qardaş. Lakin topu aparıb ilərləyə bilmirik. İndi Ryan Çerki gəlir. Abdülkerim. Əhsən Abdülkerim bardakçı. Davidson. Uğurcan. Yaxşı ki alandı vura bilmədi onu. Yaxşı ki alandı vura bilmədi o topu. Wilfred Singo vurdu və ikisi bitdi. İkisi də 1-0 məğlubuq. Paltar geyinib dəyişmə otağına Manchester City 1-0 üstün getdi. Lakin ikinci hissədə inşallah ki Manchester City'nin darmadağın edəcəyik inşallah. Erling Haaland, Kovacevic, daha doğrusu Kovacic. İndi Bernardo Silva, Lemina sıx onu, bırakma. İndi sağ tərəfdən ilerləyir City, Haaland vurdu, bayra vurdu Haaland, əhsən Haaland. Yaxşı ki bayra vurdu Erling. Uğurcan. Abdülkerim, arxa-arxaya pas möhtəşəm idi bu İsmail Jakobs. Çox bərbad bir pas. İndi bırakma onları. Ayda Haaland. Yaxşı paslaşır City bizim sol tərəfimizdə. Lakin icazə vermədi İsmail Jakobs. Sıxdılar İsmail Jakobs'u və out. Top bizdədir. Uğurcan. 50-ci dəqiqədədir maçda. Abdülkerim bardakçı. İsmail Jakobs. Ara pası
Barış Alper Yılmaz. Barışdan pas. Osimhen'e keçmədi. Yoşka Gvardiol. İcazə vermədi keçsinə top. İndi gəlir Ryan Cherki ilə City. Lakin Abdülkerim Bardakçı. İndi ara pas ondan. Okey. İkinci hissəyə biz daha yaxşı başladıq. Lakin Phil Foden gəlir. Foden Uğurcan çakır. Əhsən. Əhsən Uğurcan. 30 milyon bonservis ilə Trabzonspordan gəlmişdi Uğurcan çakır. İndi topun başında Reinders. İkincilər zərbəni yerinə yetirdi. Topu uzaqlaşdırın. Abdülkerim Bardakçı əhsən. Lucas Torreira. Haydi kontrataka çıxaq. Victor Osimhen. Victor Osimhen keçdi rəqiblərini. Osimhen bayra vurdu. Victor Osimhen çox böyük şansı dəyərləndirə bilmədi. Oy. Barış indirdi topu, lakin top rəqibdə qaldı. Barış Alper Yılmaz. Haydi Yılmaz. Barış apardı topu. Barış o da bayra vurdu. Barış Alper Yılmaz ne olur maçda. 59'da Barış çok güzel apardı topu. Lakin zərbəsini bayra vurdu. Ay. Gianluigi Donnarumma. Ötürməsi Haaland'da kaldı. Bernardo Silva. Leroy Sané. Əhsən Sané. Davinson Sanchez çıxartmağı bacardı vəziyyətdən topu. Lucas Torreira. İndi top İlkay'dadır. İlkay keçirdə bilmədi. Lakin Lucas Torreira tək pasla uzaqlaşdırmağa çalışdı. Lakin olmadı. 64-cü dəqiqədir maçda. Davinson Sanchez'e değdi top. Davinson Sanchez indirdi topu, lakin top Reinders'te kalır. Davinson. Burada foul ola bilər. Lakin zərbə Uğurcan yaxşı hiss elədi bu topu. Topu götürə bilmirik. Top rəqibdə qalır. Reinders. Ayda niye bomboş bırakmışsınız o qapını? Gel atamayanlara, atabilmeyen atarlar. Victor Osimhen. İlkay. Barış. Haydi Barış, sürətlisən sən. Barış Alper Yılmaz keçdi iki rəqibini. Barış. Çox kasır oyun. Barış içərlədi. Ay. Leroy Sané artıq biraz daha içeriye doğru gelseydi Leroy Sané belki onu bitirebilirdi. İlkay. Hara verdin o pası? Ay İlkay. Wilfred Singo. Mario Lemina. Pas keçmədi Lemina'dan. Uzaqlardan zərbə Uğurcan. Uzaq dediğin zərbə meydançasının içərisindəydi bu zərbə. İndi İsmail Jakobs. Topu niye götürə bilmirsən İsmail? Zərbə bayra. Ryan Cherki bayra vurdu. Buradan 2 gol vura bilərik mi biz? Dərhal əvəz olunmalar. Dərhal. Qardaş, birincisi bir dənə dizilişi dərhal dəyişdirək. Bir dəqiqə. Dizilişdə. Bir dəqiqə. Barış SGO'da oynayabilir mi? Oynayabilir. Leroy Sané oynayabilir mi SGO'da? Bəli, oynayabilir. Bəlkə SGO, SLO keçib Mauro Icardi'ni bıraxaq bayra. Ya da yox. Biz pozisyonu birəysələ girək. Burada İlkay Gündoğan'ın mövqeyisini ofansif orta sahaya çəkək. İlkay'ı oyundan çıxardaq. Onun yerine Yunus Akgün'ü salaq oyna. Əlavə sonra bir dənə dəyişikliyimiz olacaq. Leroy Sané'ni çəkək sola. Leroy Sané'ni çıxardaq Mauro Icardi yerinə. Belə Mauro Icardi solda oynayacaq. Barış Alper Yılmaz sağda oynayacaq. Oynayabilir zaten sağ kanatda. Əsasən əslində sağ kanatlı oyuncusudur. Lakin niyə bilməm sol kanatda oynatdığı biz onu bilmirəm. Leroy Sané yerinə də ki Icardi daxil olacaq oyuna belə. Bir də Leroy Sané'nin özü sağ kanatda mı oynayır? Mən başa düşmədim.
Leroy Sané özü sol kanatta oynuyor. Bak bunu yadımdan çıxartmışam ben. Bunu yadımdan çıxartmışam. Heç bir şey olmaz bence. Leroy Sané yerine de Icardi'ni bıraktık oyuna. Son, bax belə. Dəyişikliklərimiz baş versin. Icardi və Yunus Akgün'ü oyuna saldıq. İnşallah ki 3 top vurmağa bacararıq 72-ci dəqiqədə. Ən azından 2 top vuraq. Bərabərliyi sağlayaq. Wilfred Singo pası Yunus Akgün'e doğru. Yunus Akgün. Ondan pas Barış. Barış geri döndü Yunus Akgün'e. Yunus burada koşun. Çok büyük bir foul. Bu sarı vərəqəli bir foul idi. Ruben Dias'a sarı vərəqə verilir. Oy 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 oy. Çok pis foul elədi Ruben Dias. İndi Mario Lemina. Lemina'nın pası. Mauro Icardi. Icardi söndü pası geçmedi Osimhen'e geçmedi o pas. Ay. Haaland arka arkaya baş ile pas. Of Singo əhsən lakin indi Phil Foden zaten çata bilməyəcəkdi ona Foden. Çata bilməyəcəkdi o topa Foden. Uğurcan pası Davinson Sanchez. Ondan təkdə pas Lucas Torreira. Lucas Torreira oynadı Yunus. Pası Mauro Icardi. Keçmədi top Icardi. Yunus girəndən sonra biraz daha aktivləşdik biz. Abdülkerim. Ruben Dias'la demək olar ki eyni foul elədi və sarı vərəqəni daldı. Yəni sanki Ruben Dias'dan intiqamı aldı. Yaşlı Gvardiol. Ay. Düz qapıya gəldi bu zərbə. Uğurcan. Haydi tez gedək. Pası İsmail Jakobs. Ondan da pas Lucas Torreira. Lucas Torreira'nın pası Mauro Icardi. Ake değil. Wilson Bollard'ı nədir bilmem. Lucas Torreira əhsən. Mauro Icardi. Pası Barış. Didi Donnarumma. Yine Donnarumma. Ay. Canlıcı Donnarumma. Yıktı bizi Donnarumma. O golü vurmalıydık biz. Abdülkerim əhsən. Abdülkerim'e karşı burada foul var idəsində ama Abdülkerim yine götürdü topu. Pası Icardi. Ne ayırırsan Mauro. Ryan Cherki zədələndi. Bu episodda yani Ryan Cherki'ni zədələdilər. Daha doğrusu zədələndi özü. Rodri'ni salıblar oyuna. Abdülkerim pası Yunus'un pası Barış arka bomboştu. Vur bunu Barış. Bayra vurdu Barış Alper 89'da. Barış Alper Yılmaz ne gayrırsan Barış. Ne gayırdın sen Barış. Lemina indirdi topu çatmadı Osimhen'e. Lucas Torreira'nı çektiler. En azından bir gol vurak, təsəlli gol vurak, 2-1 olsun. Uğurcan. Abdülkerim bardakçı, pas İsmail Jakobs, ondan da pas Mauro Icardi oynadı Lucas Torreira'ya. Lucas Torreira'nın pası Yunus, haydi Yunus topu sakladı, dayandı Yunus, keçdi Yunus. Icardi. Burada kornel bizimdi. Abdülkerim bardakçı niye verdi korneli eşin olmaz. Icardi. Blok koydu City oyuncular ve Yəqin Haşim artıq oyunu bitirdi. Ayda 2-0 məğlub olduq Manchester City'ye. 8'də Nikolevsin 67'də də kiminsə qoluna görə uduzduq. Deyəsən Reinders vurmuşdu. Bəli Reinders. Yəni çox yaxşı gəlmişdik. Bernardo Silva neydi o? Barış Alper Yılmaz. Yəni bir çox zərbəmizi boş-boşuna itirdi. Yəni burada Nico Levis'i bomboş bıraktı. O da diz
3-cü qolu vurdu. Nəysə sözüm yoxdur artıq. Yəni bəli, komandamızın ən yaxşı oynayanlardan biri məncə Yunus Akgül idi. Yunus əla oynadı. Uşaqlar, belə videoların davamı üçün kanalıma like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın və inşallah ki, həqiqi həyatda belə olmaz senaryo. İnşallah ki, Galatasaray istədiyi xala alar. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Bir like atıb kanalıma abunə olmağı unutmayın.